Onkoloji xəstələr üçün vacib preparat yaxın müddətdə apteklərdə tapılmaya bilər. Onkoloji xəstələrin dəstək müalicəsində istifadə olunan yüksək dozalı C vitamini preparatlarından biri olan Paskorbin 7,5 qram 50 ml-in qeydiyyat müddəti 21 may 2026-cı il tarixində başa çatdığı üçün yeni qeydiyyat prosesi aparılır və hazırda bu proses davam edir. Qeydiyyat prosesi başa çatana qədər preparatın ölkəyə gətirilməsi mümkün olmayacaq. Bu səbəbdən yaxın dövrdə preparatın apteklərdə satışda tapılmayacağı gözlənilir. Mütəxəssislərin sözlərinə görə, yüksək dozalı vitamin C, askorbin turşusu, immun sisteminin gücləndirilməsi, oksidativ stresin azaldılması və ümumi vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda bir çox klinikalarda istifadə olunan Paskorbin 7,5 mg preparatının yenidən satışa çıxarılmasının isə təxminən 2026-cı ilin oktyabr ayına təsadüf edəcəyi proqnozlaşdırılır. Mütəxəssislər vurğulayır ki, bu tip müalicələri planlaşdıran şəxslər üçün vaxt faktoru mühüm rol oynayır. Əgər yüksək dozalı C vitamini ilə müalicə nəzərdə tutulubsa, bunu təxirə salmamaq və əvvəlcədən planlaşdırmaq daha məqsədə uyğundur.